İran və İsrail Rusiyanın vasitəçiliyi ilə gizli şəkildə bir-birinə hücum etməmək barədə razılığa gəliblər. The Washington Post nəşri yazır. Dekabrın sonunda İranda etirazlar başlamazdan bir neçə gün əvvəl İsrail rəsmiləri Rusiya vasitəsilə İran liderlərinə İsrailə ilk hücum edilmədiyi təqdirdə İrana hücum etməyəcəklərini bildiriblər. İran da Rusiya kanalları vasitəsilə qabaqlayıcı zərbə endirməyəcəyini bildirib, deyə nəşr rəsmilərə istinadən qeyd edib. Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran realının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib. Şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq mühafizə orqanları arasında silahlı toqquşma halları artıb. Namiq Abbasov, Today Press TV.